Salam dəyərli abituriyentlər, bugünkü mövzumuz quantifiers, yəni təyinici bölməsi. Təyinici nə deməkdir? Yanında olan sözü təyin edir. Mən niyə görə orada isim demədim? Çünki təyinicilər ismə də aid ola bilir, feilə də aid ola bilir. Ona görə bəri başdan deyib sizi kodlaşdırmaq istəmədim. Deməli, başlayırıq. Kəmiyyət bildirən sözlər 4 hissəyə bölünür. Nə deməkdir? Birinci hissə yalnız sayılan tək. Bax, bu hissə, burada mənim önəmsədiyim bu hissədir. Niyə görə bunu pafosla vurğulayıram, sayılan tək hissə? Yoldaşlar, burada məsələn, iki söz yazım, sadə, bəsit bir söz yazım, oradan zaten bir seçəcəyik. Baxın, iki dənə söz. Biri ti, biri də bu. İstəsəz bunu burada yazın, birdən rahat görməsəz. Deməli, iki dənə söz yazıram. Adi, bəsit bir söz. Ti, bir dənə də book. Bu da təkdir. Bu da təkdir. Mən həmişə abituriyentlərdən soruşanda deyirəm ki, məsələn, maş özündən sonra necə isim istəyir? Deyir tək. Deyirəm xeyr. Deyir, axı, mənim kitabda belə yazıb, deyirəm xeyr, kitabda elə yaza bilməz. Tək deyil, bir daha düşün. Düşünür, müəllim deyir tək. Bir daha düşün. Düşünür, deyir tək. Deyirəm xeyr. Hə, sonradan çatır ki, bu da təkdir, bu da təkdir. Aralarındakı fərq nədir? Ti sayılmayan. S minus özümdə həmişə kodlaşdıranda qaydalarda sayılmayan kimi götürürəm. Ti sayılmayan isimdir, book sayılan isimdir. Deməli, sayıla bilən tək də var, sayılmayan tək də var. Desəz ki, müəllim, buna bu qədər pafos vurğulamaya ehtiyacı varmı? Təbii ki də var. Niyə? Çünki bölməmizin biri nə istəyir bizdən? Yalnız sayılan tək. Diqqət edin, yalnız sayılan tək. Digəri isə yalnız sayılmayan. Deməli, bu tək də var, bu tək də var. Birinci bölmədə tək istəyir, üçüncü bölmədə tək istəyir. Deməli, mən üçü də, biri də ayrı-ayrı daha diqqətlə öyrənməliyim. Davam edirik. İkinci bir bölməm nədir? İkinci bölmədə deyir ki, yalnız sayılan cəm isimlər. Deməli, cəm isimlər, təklərdə dayanıram. Niyə? Sayılan tək isim, bir də sayılmayan tək isim. Dördüncü bölmə nədir? İki tələbi var. Tələbin biri sayılandır, digəri isə sayılmayan isimlərdir. Yəni, həm sayılan cəm isimlərlə, həm də sayılmayan isimlərlə işlənən təyin edicilər. Başlayaq. Birinci bölməmizdə fikir verin və bunu mütləq şəkildə çox diqqətlə əzbərləyirsiniz. Sayılan tək isimlər. Mən yenə də həmişəki sözün üstündəyəm. Bütün qaydalar, qrammatikalar bir-birinə əlaqəli formada öyrənməlidir. Bu nə dərsidir? Bax, bunlar əvəzlikdir, bu artikeldir. Deməli, bugün biz sizə həm də əvəzlik dərsindən bir parçanı izah eləyəcəyik. Each, every, either, neither, another bu artikel hissəsidir. One, this, that, each, bax, bunların da nümunəsidir. Bunlar mütləq şəkildə özlərindən sonra sayılan tək istəyir və diqqətlə baxaq. Məsələn, içdən sonra, everydən, eitherdən, neitherdən sonra mən sayılmayan isim yazsam doğru olarmı? Qətiyyən doğru olmaz. Mənə sayılan tək lazımdır, sayılmayan yox. Burada another ilə bu hissə əslində eynidir. Niyə? Çünki biz öyrənmişik, isim dərsində öyrənmişik ki, en bərabərdir riyazi rəqəm. Yəni nəyə? 1. Yəni en 1-ə bərabərdir. Ha, istəsəm 1 yazaram. Məsələn, deyirəm ki, notebook. İstəsəm 1 yazaram, istəsəm en artikelini yazaram. Fərq etməz. Deməli, en 1-ə bərabərdirsə, another tərkibində ən varsa, deməli, bunlar eyni şeydir və özündən sonra mütləq şəkildə sayılan tək istəyirlər. Bu hissəyə də çox diqqətlə fikir veririk. Davam edirik nə ilə? Bax, burada iki dənə şey qeyd etdik. Zislə zət məsələsini dedik ki, bəli, özündən sonra mütləq şəkildə tək işlənməlidir. Bir də belə bir hissəsi də var. Yoldaşlar, zis, zət işarə əvəzliyidir, demonstrative pronounlardır. Deməli, bunlarda tək sayılmayan məsələsi deyil. Sayılan da var, sayılmayan da var. Burada yetər ki, necə isim olsun, tək isim olsun.
Sayılan da olsa tək olsun, sayılmayan da olsa tək olsun. This information, this news, yeri gəlmişə. Bax, bu nümunələr boşu-boşuna yazılmır. Yəni, sizin testlərdə və yaxud da ki, imtahanda, sınavda qarşınıza tez-tez çıxa biləcək sözlərdir və ən bəlalı sözlərdən də biri newsdur. Bunu yazanda abituriyent deyir ki, bəli, bu S sonradan artırılıb, bu cəmdədir. Xeyr, news sadə isimdir. Tərcüməsi xəbərdir, xəbər. Deməli, sadədir, sayılmır, sayılmadığına görə də that news. Mən bura those, bunun cəm versiyasını yaza bilmərəm. Qəti şəkildə buna diqqətlə fikir veririk. Deməli, gəldik ikinci bölməyə. İkinci bölmə nədir? Yalnız və yalnız cəm isimlər. Hansılardır onlar özündən sonra cəm istəyənlər? Many, a few, very few, only few, several, both, these, those. Bax, bu hissədən sonra gəldim əvəzlik dərsinə. Both hər ikisi deməkdir. These ilə those, bayaq işarə əvəzliyi keçmişdik. This təkdə, that təkdə, bunlar isə cəmdədir. This, bu, yaxın məsafədə tək. These, uzaq, daha doğrusu yaxın məsafədə bunlar deməkdir. That, yaxın məsafədə, daha doğrusu uzaq məsafədə o deməkdir. Those, uzaq məsafədə onlar deməkdir. Bir daha, this, yaxın məsafədə bu. These, bunlar. Uzaq məsafədə that, o, those, onlar deməkdir. Bunlardan sonra zaten hamısından sonra cəm gəlir. Bir də bu hissəyə yönəltmək istəyirəm fikrinizi. Several. Yoldaşlar, several biraz başı bəlalıdır. Niyə? Biz bir müddətdən sonra öyrənəcəyik ki, a lot of, lots of, plenty of, more, most, some, any, bunlardan sonra enough, bunlardan sonra iki cür isim gəlir. Ya cəm, ya da sayılmayan isim. Bir müddətdən sonra nədənsə bilmirəm, abituriyentlər götürür, baba bunu, severalı buradan götürür, aparır atır həmin qrupun içinə. Deməli, testlərdə də nə edir? Testlərdə də yazır ki, several information. Axı, yanlışdır bu. Several hansı qrupun içinə daxildir? Yalnız cəm isim. Deməli, severaldan sonra sayılmayan isim görsən və yaxud da sayıla bilən tək yazsan, mütləq şəkildə bu yanlışdır. Buna da diqqətlə fikir verin. Gəldim üçüncü bölməyə. Üçüncü bölməm nədir? Yalnız sayılmayan isimlər. Yəni, biz demişdik sayılan tək də var. Və onlar ayrı idi. İş, ayzə, nazə, əmazə. Bir də yalnız sayılmayan təklər də var. Much, little, a little, very little, only a little. Bunlar hamısı nələrdir? Sayılmayan isimlər tələb edir. Gəldik dördüncü məsələyə. Baxın. Deməli, all, more, most, some, any, other, hardly any, enough, a lot of, lots of, plenty of. Deməli, burada biraz dayanmaq istəyirəm. Niyə görə? Yoldaşlar, sizə bir sir verim. Testlər yalnız savadımızı yoxlamır. Testlər həm də diqqətimizi yoxlayır. Yüksək bal alan uşaqlar, məsələn, 100 baldan 90 plus yığan, 100 bal yığan hər hansı bir abituriyent və yaxud da ki, hər hansı bir uğur qazanmış bir tələbə yüksək savadlıdır demək deyil. Bu öz yerində. Yüksək savadlıdır. Bu heç. Bir də o insan çox yüksək diqqəti var deməkdir. Yəni, savadlı ola bilərsən, amma diqqətin olmasa, nəticəmiz o qədər də yaxşı olmaya bilər. Niyə görə bunu vurğuluyuram? Biz öyrənirik ki, məsələn, testə baxan kimi, tez beynimiz qaydaya işləyir. Bu, bundan sonra gələr, o, ondan sonra. Bəzən heç qayda istəmir. Bəzən bizdən heç qayda istəmir. Bizdən diqqət istəyir. Nə deməkdir o? Məsələn, burada yazır ki, a lot of. Bəzən testdə yaza bilər ki, lots of. Belə bir şey yoxdur. Lots of. Belə bir şey yoxdur. Burada nə yazıb? Lots of. Testdə nə yaza bilər? Lot of. Belə bir şey yoxdur. Bəzən yaza bilər ki, plenty. Bitdi. Plenty. Belə bir şey yoxdur. Deməli, biz savadla yanaşı nə edirik? Diqqətimizdə artırırıq, paralel. Əgər bunlar ikisi də, bu iki faktor, bu iki nüans paralel şəkildə inkişaf edəcəksə, siz təbii ki də 90 plus 100 yığacaqsınız. Təbii ki də bu ingilis dili fənnindən 100 bal üzərindən qiymətlənir. Bu təkcə tənizlər dərsində deyil. Bu əvəzlikdə də var. Məsələn, bir nümunə kimi deyim,
each other, bir də one another. Bunlar nədir? Qarşılıq əvəzliklər. Düzdürmü? Testlərdə bəzən onların yerini dəyişdirirlər. Each another yazırlar. Yanlışdır. Each another yox. Each other və belə yazırlar. One other yanlışdır. One other yox. One another olmalıdır. Fikir verdiniz? Neynədilər? Yerlərini dəyişdilər. Və bizdə neynədilər? Deyirlər ki, bax ha, daha diqqətli ol. Diqqətin varsa düz yazırsan. Yoxsa təbii ki də orada neynəyəcəyik? Yanlışlığa yol verəcəyik. Davam edirik. Aha. Gəldik əlavələrə. Əlavələr nəydən ibarətdir? Deyək ki, testlərdə nümunələr numerativ sözlərlə verilibsə, təyinizlər numerativ sözlər əsasən seçilir. Burada sizə demək istəyir ki, ey yoldaşlar, bu hansı ismin yanında işlənirsə, ona aiddir. Yəni, bunun advice-a heç bir aidiyyəti yoxdur. If-you özündən sonra, bax, qayda da zaten belədir. If-you özündən sonra necə isim istəyir? Təbii ki də cəm, yazdım. If-you pieces. Bəs testlərdə nə edəcəklər? If-you-la bu hissə uzlaşdıracaq. Məsələn, if-you advices. Advice birincisi sayılmayan isimdir. Sayılmayan isimlər cəmlənə bilməz. Təbii ki də bu hissəyə aiddir. Və testdə yazır. Two pieces of music. Düzdürmü? Bəs testdə bizə necə yazacaq? Two piece of music. Yanlışdır. Two piece yox. Bu cəmlənməlidir. Pieces olmalıdır. Onu da silək. Aha. Deməli, nümunələr söz birləşməsi şəklində verilərsə, təyinizlər ikinci ismə aiddir. Nə deməkdir bu? Biz isim dərsində belə bir şey dedik. Əgər iki isim yanaşıdırsa, əsas isim ikinci isimdir. Bu bir. Əgər iki isim arasında of varsa, əsas isim birinci isimdir. Məsələn, deyək ki, otağın pəncərəsi. The window of the room. Avtomatik biz nəyə baxırıq? Ofdan önə baxırıq. Əgər iki isim arasında apostrof S varsa, burada əsas isim hansıdır? İkinci isimdir. Məsələn, deyirik ki, ananın oğlu. Mother apostrof S boy. Orada söhbət boydan gedir. Burada da iki isim yanaşıdırsa, ikinci ismə baxırıq. Yəni, every station məsələsi. Yəni, bu buna aiddir. Bəzən, məsələn, abituriyentlər deyir ki, yox, mənim bu səhvdir. Deyirəm, niyə? Deyir ki, axı, siz demişdiniz, every yalnız və yalnız özündən sonra sayılan tək istəyir. Bəli, demişəm və arxasındayım. Bəs bu niyə düz çıxır? Yoldaşlar, polis burada əsas deyil, əsas stationdır. Yəni, əsas ismin budur. Every də bu ismə aiddir. Aydındırmı? Davam edəyik. Aha. Many, much, few, little sözləri so, very, to zərfləri ilə təyin oluna bilər. Yəni, biz bunları ikili formada kompozisiya ilə görə bilərik. Məsələn, so many, so much. Bunlardan sonra necə isim gələcək? Təbii ki də, many'dən, məsələn, much'dan sonra necə isim gəlirsə, eyni. Many'dən sonra necə isim gəlirsə, zaten eyni davam edir. Bunlar sadəcə qəlib ifadələrdir. Qəlib ifadələrdir. Aha. Deməli, qeyd hissə bir fikir verir və hətta xüsusi bir qeydimiz də var. Bizim bu hissəyə də çox diqqətlə fikir verir. Bizə deyir ki, so, to və very sözləri ilə birbaşa isim işlənmiş. Yəni, mən so'dan sonra isim işlədə bilmirəm. Bəs bu hansı dərsdir? Bu da təyinləyici dərsidir. Sadəcə bir dənə fikrinizi yönəltmək istəyirəm nəyə? So və such. So sifətlə zərfi təyin edir. Yanınıza gəlirsə biz sifət zərf dərsində nə dedik? So'nu görsək adi dərəcə. So'nu görsək adi dərəcə sifət və zərf. Düzdürmü? Eyli ilə də saç. Saçı gördümsə isim yadıma düşür. Saçdan sonra isim yoxdursa çox diqqətlə fikir verir, ola bilməz. İsim mütləq olmalıdır. Hə, o isim təkrarlanırsa, təkrara yol verməmə məqsədi üçün o başqa bir şeydir. Amma saç ismə aiddir. So, to, very isə nəyə aiddir? Sifət və zərifə aiddir. Ona görə deyir ki, birbaşa isim. Yəni, to'dan sonra birbaşa isim, so'dan sonra birbaşa isim və bunları qoya bilməzsiniz. Bəs yaxşı, neynəsəm mən işlənər? A little, a few, a lot of sözlərin əvvəlində so, very, to işlətmək olmaz. Yəni, bunun da qaydası var. Fikir verin. So, mən bunu özümdə belə bir kodlaşma eləyərdim. So many. Much. Sonra few. Bir də little. Deməli, bir də bu.
So-la neçədən ifadə işlətdim? So few, so many, so much, so little. Bu 4 dənəsini so-la işlətdimmi? Aha, orada bir dayanmalıyam. Niyə? Çünki testlərdə necə salacaq? Deməli, mən bilirəm ki, bu 4-ü so-la işlənir. Test mənə nə salacaq? Səhv kimi. Such. Such, few, such, many, such, much, such, little. Səhvdir. Niyə səhvdir? Bunları mən vermişəm kimə? So-ya. Bunlar artıq so-nundur. Bu so-nunsa mən bunu niyə saçla işlədim? Deməli, işlənə bilməz. Bəs saça nə verim? Saçın da xətrinə dəymək olmaz. Saçlara da verəcəm a lot of, lots of, plenty of. Such, a lot of, such, lots of, such, plenty of. Aydındır. 4-ünü buna verdim. 3 dənəsini saça verdim. Only, bunu unutmaq olmaz. Xətrinə dəyməyək. Deməli, bir dəqiqə, bu biraz səliqəsiz çıxdı. Aha. Only-nin də xətrinə dəyməyək. Deməli, only-dən sonra işlədərəm. A few, bir də a little. Yoldaşlar, bunları özüm bilərəkdən qarşı-qarşıya yazdım ki, digər testdə səhv salacağımız məqam nədir? Sonra nə işlənir? Few. Bəs testlərdə bizi yanıltmaq üçün yazacaq. So, a few yanlışdır. Niyə? Çünki a few-nu only-yə verdik. So, little düzdür. So, a little yanlışdır. Deməli, bu article məsələsinə fikir verin. Yəni, demək ki, a few-dur da eyni şeydir. Xeyr, nə tərcümə baxımından eynidir, nə də funksiyalar baxımından eyni deyil. Deməli, only-ni a little işlədirəm, only little yanlışdır, only a few doğrudur, only few yanlışdır. Yeri gəlmişkən, only a few bərabərdir few-ya. Söhbət tərcümə baxımından gedir. Məsələn, belə yaza bilərəm ifadə kimi. Bərabərdir. Only a few, few. Söhbət kəmiyyət baxımından gedir. Çox az, az, eyni azlıqdadır. Azlıqları eynidir. Few ilə a few eyni deyil. Baxın, few ilə hal-hazırda bunlar belə bərabərlik düzgün deyil. A few, few-yə bərabər deyil. Amma bu formada bəli. Deməli, istəyirsiniz bunu da yazın. Tam aydın olsun. Baxın, a few bərabərdir few. Yanlışdır. A few bərabərdir few. Yanlışdır. Only a few bərabərdir few. Doğrudur. Buna da bu işarəni qoyun. Bu da oldu sizin qəşəng bir düstur. Davam edirik. Bu hissələr burada qabardılıb. Only just məsələsidir ki, only'dən sonra nə işlənər, nə işlənməz, few, a few məsələsi. Only, some, silent, cəmsin və yaxud silent. Niyə? Sama görə biz qoyacağıq orada. Sonra only a few məsələsi, only few işlənməz. Eyni qaydalarla davam edirik. Baxın, eyni şeylər gedir. Only'dən sonra few, little, a lot olmaz. Much, many olmaz. Niyə? A little olar, a few olar. Gəldik nəyə? Deyək ki, dialoqlarda təkrarı önləmək üçün burada olan ismi atırlar. Və testlərdə mənə yazır ki, nöqtə-nöqtə bu a little yazmır. Only'dən sonra yazır nöqtə. Only nöqtə-nöqtə. Abdülüntə sual verir ki, biz nəyə görə burada a little qoyduq? Niyə biz a little qoyduq? Yoldaşlar, birinci cümləni oxuyuram. İngilislərin ən böyük önəm verdiyi məqam nədir? Danışan və dinləyən hər hansı bir əşya və yaxud da ki, şəxs aydındırsa, məlumdursa, onu təkrar işlətmirlər, atırlar. Niyə? Çünki zaten bu bilir də bunu. Deyir ki, will you buy much wheat? Ala bilərsən. Burada deyir ki, yox, no, only a little. Nə? Deməli, söhbət bundan gedirdi. Bundan getdiyinə görə də mən nə qoydum? A little qoydum. Yox, mənə desəydi ki, mistakes cəmdə nə qoydum? A few qoydum. Yəni, bax, əlaqələnmə bu formatda davam edir. Çox diqqətlə fikir verin. Demək olar ki, hər dərs düşür. Yəni, hər bir sınavda falan bir aktiv olaraq görürük və aktiv olaraq da sual verirsiniz. Gəldik nəyə? A few kifayət qədər yetərincə deməkdir. A few-dakı A article deyil.
O deməkdir ki, yoldaşlar, bu sonradan artırılmayıb. Kök budur. Yəni FU kökün özüdür. Aydındır. Yəni birbaşa kökə daxildir. FU və FU məna baxımından fərqlidir. FU negativliyi, FU isə pozitivliyi bildirir. Bilsiz nə deməkdir? Deyir ki, FU-da kəmiyyət fərqi var. Mən bunu Lorry yolla necə yadımda saxlayıram ki, hansı az, hansı çoxdur. Məsələn, bu bir qayda deyil. Bu sadəcə bir Lorry bir yöntəmdir. Diqqətlə fikir verin. Yazıram FU, yazıram FU. Düzdürmü? İmtahandayam. İmtahan stresli bir prosesdir. Adi xırda belə bizim dırnaqarası baxacağımız şeylə bizim də orada yadımızdan çıxa bilər. Bu çox ciddi bir məsələdir. İmtahana getdim, yadımdan çıxdı ki, bunun hansı çoxdur, hansı azdır. Yoldaşlar, FU-nun içində neçə hərf var? 1, 2, 3 yazdım. 3 dənə hərf. FU-nun içində neçə hərf var? 1, 2, 3, 4. Aha, 4. Yöntəmə baxın. 3 4-dən balacadır. Deməli, FU-dan balacadır. Yəni, FU-nun sayı negativli, yəni daha azdır. FU pozitivdir. Niyə? Çünki 4 3-dən çoxdur. Bu pozitiv, bu negativdir. Belə bir smailiklə çəkərəm. İstəsə, bu formada. Şu. FU 3 hərf, FU 4 hərf. Bu, Lidl və e-Lidl məsələsində də geçərlidir. Lidl'da da kəmiyyət fərqi var. Lidl, e-Lidl. Yəni, e-Lidl pozitivdir, Lidl negativdir. Lidl negativdir, e-Lidl pozitivdir. Fikir verin. Orada da bir hərf fərqi ilə biz deyirik ki, məsələn, Lidl 6 hərfsə, e-Lidl 7 hərfdir. 6 7-dən balacadırsa, deməli 6 az, negativ, 7 pozitivdir, çoxdur. Yəni, bunu kimi bir uzlaşdırma eləyə bilərik. Əslində, qrammatika, istəyir sözlər olsun, istəyir qrammatika olsun. Yəni, hər bir şeyi əlaqələndirərək öyrənsək, inanın ki, yaddan çıxmayacaq. Və yaxud da təkrarlayanda daha tez yadımıza düşəcək. Bizə burada deyir ki, Lidl, e-Lidl məsələsi də eyni qaydada davam edir. Prosta bir dənə burada Lidl-da təhlükəli məqam var. Niyə? Biz dedik ki, Lidl nə işlədirik? Baxın, biz dedik ki, so Lidl. Düzdürmü? Bu bir. İkinci, only a Lidl. Düzdürmü? Və sonra deyirik ki, yoldaşlar, Lidl saçla işlədə bilmərəm. Və bura belə bir təhlükəli bir məqam gəlir. Nə? Baxın, bu isimdirmi? Bu da saçdır. Saç ismə aiddir. Bəli, bəli. Bəs bu Lidl'ın burada nə işi var? Deməli, bizim burada deyiləsi bir qaydamız var. Lidl kəmiyyət bildirərsə, bu təyin edici dərsidir. Amma Lidl balaca mənasında olarsa, bu sifətdir. Deməli, harada Lidl görsən, baxırım. Balaca kimi tərcümə eləsən, bu olacaq nə? Sifət. Deməli, burada hal-hazırda doğrudur. Məsələn, mən bunu görüb, testi o saat yanlışdır demirəm. Saç e-Lidl. Saç Lidl. Xeyr. Orada bir dayanıram. Orada bir pauza verirəm. Lidl-da. İminli Lidl-da. Tərcümə eləyirəm. Balaca kimidirsə, balaca oğlan. Düzdür. Mən burada az birazı oğlan desəm, kəmiyyət kimi desəm, boy orada sayılandır. Mən orada Lidl işləməz. Balaca mənasında doğrudur. Doğrudursa, Lidl burada sifət, boy isimdir, artikelda ona aiddir. Məsələn, bu Lidl-ı buradan açsam, yerinə bir clever yazsam, such clever babies. Bir qədər ağıllı uşaqlar, düzdürmü? Bu bizə qəribə gəlməyəcək. Deyəcək ki, müəllim, clever orada sifətdir, baby də isimdir, hər şey normaldır. Yoldaşlar, necə ki, clever bizə qəribə gəlmirsə, Lidl-da bizə qəribə gəlməsin. Çünki burada sifət mənasında işlənib. Balaca uşaqlar mənasında. Və buna çox fikir verin. Bizim testlərdə ən böyük etdiyimiz səhv tez canlılıqdır. Yəni, tez cavabı tapmaq istəyir. A variantı. Heç B, C, D, yeni oxumuruq. Anıb gördük, düz görsəniz götürdük. İmtahandan çıxır, qapıda baxır ki, Y də var imiş. Kaş mən bunu oxuyardım. Bax, o kaşın deməyin yeri olmur. Niyə? Çünki iş işdən keçmiş olur. Ona görə diqqətli fikir vermək lazım. Sonra gəldi bu hissəyə. Bizə nə deyir? Deyir ki,
a little, few, a few, some, any, much, many məsələsi hər hansı miqdar saylarından sonra more-la işlənə bilər. Some more, many more. Bəs onda mən nə ilə uzlaşdırıram? Deməli, bu zaman more-dan sonra işlədilən isim tək və ya cəm olması more-dan əvvəl gələn, bax, bu hissə ilə əvvəl gələn sözlə uzlaşır. Some more information. Deməli, some-a görədir. Three more people. Deməli, mən burada saymayı yaza bilmərəm. Any more guests. Aydındır. Deməli, əsas nə oldu? More-dan əvvəl gələn isim oldu. Bu isə diqqətlə fikir veririk. Davam edirik. Və bu isə fikir verək. Biz əslində sifət dərsini keçmişik. Bəzən elə olur ki, sifətdən öncə təyin edici dərsini keçə bilirik, fərq eləmir. Keçəndə bu hissə, əgər sifət keçməmişsə, bizə biraz qaranlıq qalır. Qalmasın, few ilə little, iki dənə, bunlara çox diqqətlə fikir verin. Few-nun müqayisəsi də var, üstünlüyü də var. Üstünlükdə problem olmur. Bu müqayisələrdə bizə qəribə gəlir ki, burada few da var cavabda, fewer da var cavabda. Bəs mən nə götürüm? Təbii ki də müqayisə dərəcəsində R artırdım, üstünlük dərəcəsində Z, est. Gəldim little-a, müqayisədə biz bildik ki, 4 dənə bizim sifətimiz var idi. Kökündən dəyişir. Good, bad, much more, bir də little. Deməli, kökündən dəyişir. Müqayisədə oldu nə? Less. Mən buna R artırmıram. Buna çox diqqətlə fikir verin. The least kökündən dəyişdi. Davam edirik. Bir də bu hissəyə bir dənə fikir verək. Deyik ki, a lot of, plenty of, lots of arasında heç bir məna fərqi yoxdur. Və. Baxın. Mən deyəndə ki, dərsin başında təyin edicilərin hamısını ismə aid etmədim. Etməməyimin səbəbidir, a lot-dur. A lot zərfdir, feylə aiddir. Biz nə qədər nə öyrəndik? Dedik ki, bu təyin edicisi muchdır, manydir, fewdur, nə bilim, nə qədər saydalarımızdır, everydir, içdir. Bunlar nədir? İsimə aiddir. Amma a lot zərfdir, feylə aiddir. Ona görə çox diqqətli olun. Davam edirik. Bizə deyik ki, a lot of-dan sonra mütləq isim həm sayılan, həm sayılmayan gəlməlidir. Lakin sayılan isimlər gələsə mütləq cəmlənməlidir. Bizə onu demək istəyir ki, ey dəyərli abituriyent, əgər a lot of book yazıbsa, bu yanlışdır. Niyə? A lot of-dan sonra ya cəm, ya da sayılmayan gəlməlidir. Cəm nə deməkdir? Sayılan tək isim gələ bilməz. Da bunu sözlə bir daha vurğulamır. Zaten deyir ki, ya cəm olmalıdır, ya da sayılmayan isim. Testlərdə bizə nə edəcək? Təkdə verəcək. Nəyi? Sayılan ismi. Bu yanlışdır. Buna da diqqətlə fikir veririk. Davam edirik yoldaşlar. Az qalıb səbirli olun. Deməli, qeydlərimiz nələrdir? İlk a lot of, lots of, plenty of isimsiz işlənmir. Yəni, a lot of-dan sonra mən o ismi necə təxirə sala bilərəm? Məsələn, manydən sonra o ismi necə mən təxirə salam? Yəni, onu ata bilmərəm. Yəni, burada şey məsələsi deyil. Əgər o isimlər danışan və dinləyənə məlumdursa, onu atır. O, only-də, bəli, yaygındır. Only a little, only a few. Zaten orada isim işləməmə məqamı bu only ilə işlənəcək. Amma mən bunlarda təbii ki, ata bilmərəm. Digər qeydimiz, a lot kimi, biz yalnız elə bilirik ki, a lot zərfdir, feylə aiddir. İşlənmə yerinə görə, baxın, işlənmə yerinə görə much, little, a little. Onlar da zərf kimi çıxış edə bilir və feylə aiddir. Deməli, fikrimizi yekunlaşdırsa, a lot, little, a little, much, 4 dənəsi nədir? Zərf kimi çıxış edə bilir. Bu zaten zərfdir. Bu a lot zaten zərfdir. Bunun isim esası yoxdur. Amma much, little, a little-ın həm ismi təyin edən funksiyası var, həm də zərf kimi çıxış eləyib feili təyin edən funksiyası da var. Deməli, yoldaşlar, gəldi indi testimizdə düşəcək əsas 2 məqama a number of, the number of. Bunlardan sonra isim məsələsi problem deyil. Zaten ikisində də cəm gəlir. Bax, fikir verin, cəm. Düzdürmü? Fərq onların xəbərindədir. Nədir fərq? A number of-dan sonra cəm xəbər, the number of-dan sonra tək xəbər. Yoldaşlar, buna dair də mənim lori bir üsulum var. Tələbələr deyir ki, biz imtahanda və yaxud da ki, sınavda
unudanda belə bir yöntəmlə yadımızda saxlaya bilərik. EM1-ə bərabərdir. Biz artikeldan bilirik ki, EM1-ə bərabərdir və bu A number of cəm isim tək xəbər olsun. Xeyr, mən bunu belə yadda saxlayıram. Və fikir verin, D sözü. D sözü hansı hərflə başlayır? T. Deməli, T-yə nə verəcəm? T. Eyniləşdirəm. T, T. The number of tək xəbər. Başlıqların eyni qoyuram. D, T. Təbii ki, bu bir lori bir yöntəmdir. Niyə görə belə bir şeylərə əl atırıq? Ona görə ki, imtahanda biz hər bir halda o testi düz yazmalıyıq. Düz yazmaq üçünsə belə bir qarışdırılası məqamları nətərsə yadda saxlamalıyıq. Yəni, bu unutmayın ki, yoldaşlar, A number of-dan sonra zaten isimlər eynidir. Cəm isim, cəm isim. A number of-dan sonra cəm xəbər, D number of-dan sonra tək xəbər olmalıdır. Çox diqqətlə fikir verin. Gəldik hardly məsələsinə. Biz hardly məsələsini, sonra high məsələsidir və bunların sifət zərf məsələlərinin zərf videosunda çox aydın şəkildə izah eləmişik ki, hard həm sifət olur, həm zərf olur, mənaları fərqlidir. Amma hardly, elvay artırı da hardly artıq başqa bir sözdür, zərfdir, sifət kimi çıxış edə bilmir. Hardly olan cümlə inkar cümlədir. Hardly olan cümlədə ikinci inkar ola bilməz. Bax, bu hardly ilə bağlı olan bir hissəni təkrar saxlayın, geri çəkin, təzədən bir də qulaq asın. Hardly inkardır. Hardly olan cümlədə ikinci inkar ola bilməz. Hardly zərfdir. Davam et. Baba, fikir verin, gətirib bizə belə bir bərabərlik verin. Mən deyirəm ki, hardly inkardır. Deməli, onu nədir? Sıfıra bərabərdir. Deməli, very little, hardly. Jane hardly ate anything. Jane heç nə yeməyib. Demək olar ki, heç nə yeməyib. Deməli, Jane nə qədər yeyib? Çox az yeyib. Az yeyibsə, mən orada nə yazsam? Very little. Yəni, variantda nə varsa, ən az hansıdır? Little. Belə mən də little-da yazdım. A little yaza bilərəmi? Xeyr. Niyə? Çünki a little, little-dan çoxdur. Hardly cümləni çevirib inkara. Bax, fikir verirsiniz. Gəl bir dənə əvəzliyə səyahət eləyək. Baba, cümlədə nə var? Anything. Anything, eninin törəməsidir. Eni sual və inkar cümlələrdə olur. Baxın, görün, burada not görürsünüz. Burada sual işarəsi görürsünüz. Yox. Amma anything işlənib. Niyə? Çünki hardly cümləni inkara çevirir. Və orada ikinci inkar ola bilməz. Mən burada əvəzliklə sizə sübut etdim ki, dəyərli dostlarımız, hardly cümləni inkara çevirdi və digər inkar ola bilmədi. Davam edirik. Some any məsələsi, biz bunu zaten 3-cü qrupların içində keçdik. Dedik ki, bu qrupa daxil olanlar həm cəm isim istəyir, həm sayılmayan isim istəyir ki, onların adlarını çəkdik. Some any əvəzlikləri. Yəni, some-la any-ni daha geniş bir şaxədə əvəzlikdə keçəcəyik. Some necə cümlədə işlənir, any necə cümlədə işlənir, onların törəmələri, törəmənin qaydaları ətraflı keçəcəyik. Bizə sadəcə bugünlük lazım olan nədir? Some any əvəzlikləri az və more-la işlənə bilir və işlənsə necə isimlə işlənəcək? Some more. Bayaq nə demişdik? More keçən dedi ki, more-dan önə baxıram. Some magazines. Deməli, magazinsin uzlaşdığı isə some məsələsidir. Any other məsələsi. Bax, fikir verin. Any other information. Normalda biz deməliydik ki, mən diqqətlə fikir verin. Deməli, some any üstə gəlinə other, more, sifət, daha sonra isim. Bax, bu orta hissədir. Bu. Üç hissəli məsələdir. Aydındır. Davam edək. Digər məsələsi saç məsələsidir. Onu da yuxarı qaldıraq. Saç rather quiet. Və bu quietdə də problem var. Yazılışa bir dənə fikir verin. Fikir verin. Bir dənə E və T hərflərinin yerini dəyişir. Və təbii ki, abituriyent bunu qarışdırır və yaxud da imtahandayım, yadımdan çıxır ki, ayla bunun hansı tamamilə kimi tərcümə olunur, zərfdir. Bunun biri zərf, biri sifətdir. Və çox önəmlidir, çox önəmlidir. Yoldaşlar, biri sakit deməkdir, biri də tamamilə deməkdir. Mən bunu necə yadda saxlayıram? Bir dənə sakit sözünə fikir verin. Sakit. Nə ilə bitdi? T. Bu sözlərin hansının sonu T ilə bitirsə, o sakit deməkdir. Quiet, sakit deməkdir. Deməli,
Sonu e ilə bitirsə bu nədir? Tamamilə. Bizi dəqiqə. AK ilə bir səliqəsiz oldu. Aha. Siz üçün səliqəli yazaq. Buna da bir ox qoyaq. Sakit, quiet, quiet tamamilə deməli. Əslində tələffüzdə bir fərq yoxdur. Fərq olan yazılışındadır. Desəniz ki, bu bir qaydadırmı? Yox, bu bir doğru bir yöntəmdir ki, biz imtahanda nə olursa olsun, hansı yolla olursa olsun, yadımızda saxlayaq, qarışdırmayaq və imtahanımızın balı inşallah çox yüksək gəlsin. Davam edirik. Səyahət edirik hara? Səyahətimiz əvəzliyədir. Bayaq girişdə mən əsas o hissəni vurğuladım. This təkdə cəmi these. Yaxın məsafədə bu, bunlar deməkdir. Sonra cəm versiyası that təkdə o, those, onlar deməkdir uzaq məsafədə. Deməli, bu thisdən sonra tək isim gələcək, tək xəbər. These cəm isim, cəm xəbər. Gəldim that. Qaldıraq yuxarı. Burada da çox da belə qalmağa ehtiyac yoxdur. That. Tək isim, tək xəbər. Those cəm isim, cəm xəbər. Eyni şeydir. Yəni burada çox qalmırıq. Biraz da səyahət edirik no məsələsinə. No da əvəzlikdir. Özündən sonra isim istəyir. Necə isim istəyir? Baxaq görə bizim bir maniyemiz varmı ismə dair. Sayılan tək isim, sayılan cəm isim, sayılmayan isim. Hər şey gətirdim. İndi bəs mən burada nə edeyim? Heç bir problem yoxdur. Yalnız və yalnız nə edeyim? Oraya isim yazgına. No-nu isimsiz qoyma. Məsələ budur. Və belə bir məqam ortaya çıxır. Mən burada çox önəm çəkmək istəyirəm. Əslində əvəzlikdə bunu qabardacam. Çox böyük bir işıqlandıracam, pafosla deyəcəm. No azə. No azə məsələsi. Niyə? Çünki biz deyirik ki, azə hansı qrupa aiddir? Elotofolan qrupa. Yəni həm cəm, həm sayılmayan. Biz orada nə dedik? Dedik ki, sayılan isim cəmdə gəlir. Yəni azədən sonra sayılan tək isim gələ bilməz. Azədən sonra sayılan tək isim gələ bilməz. Other, məsələn, book deyə bilməzsə. Amma no azə ilə birləşərsə, yeganə düstur budur ki, azən, bax fikir ver, no azə birləşərsə, isim yalnız və yalnız sayılan tək olmalıdır. İsim yalnız və yalnız sayılan tək olmalıdır. Baxın, buna çox diqqətlə fikir verin. Çünki biz fokuslanırıq əvəzlik dərsində ki, azdan sonra ya cəm, ya sayılmayan. Ya cəm, ya sayılmayan. Düzdürmü? Bunu görsə deyir ki, səhvdir, müəllim deyib ki, bizə azdan sonra cəm isim gəlir. Yoldaşlar, no azədir bu. Azə deyil, no azədir. Çox diqqətlə fikir verin. Yəni, bunlar işin püf nöqtəsidir. Hamı qaydanı oxuyur. Məsələn, oxuyum, bu, getdi. Bəs yaxşı, testlərdə səhv etməmək üçün və yaxud da ki, yanılmamaq üçün nə etməliyəm? Bu pafosla vurğuladığım hissələr var ki, onlara çox diqqətlə fikir verirəm. Yavaş-yavaş yekunlaşırıq. Deyir ki, enough həm isimlə, həm sifətlə, həm zərflə işlənir. Biz bunu zərfdə də demişik və indi də deyirik. Enough'ın ön hissəsində sifət zərf işlənir, son hissəsində isə isim işlənir. Bəs burada sifət ola bilərmi? Ola bilər. Bir şərtlə mütləq burada isim işlənsin. Deməli, mən belə başa düşürəm ki, sifət də ismə aiddir, enough da ismə aiddir. Bəli, delicious juice, delicious da ona aiddir, enough da gözə aiddir. Yəni, burada da çox diqqətli fikir verirəm. Desəz ki, müəllim, gəlin bizə bir yol deyin. İmtahanda mən qarışdırıram ki, sifət zərf harda olsun, isim harda olsun. Onu necə deyə bilərəm? Bunun da sadə bir yöntəmi var. Məsələn, enough nə dərsini keçirəm hal-hazırda? Təyin edici dərsi keçirəm də. Bayaqdan isimləri hara qoyuram? Sadə bir nümunə. Fikir verin. Menu. Yəni, bunu unutmaq mümkün deyil də. Yəni. İndiyə qədər keçdiyim təyin edicilərin təyin edicidir. Və bunun ismi harasına yazıram? Məsələn, books yazmaq istəyirəm. Books menu yazıram, yoxsa menu books yazıram. Deməli, menu books. Düzdürmü? Hamı məndən razılaşır. Razılaşdınız? Yaxşı.
Bunun altına yazıram enough. Yazdım. Bunun bundan fərqi nədir ki? Bu da təyinizlidir, bu da təyinizlidir. Sən bunun sağına yazırsansa, bunun da sağına isim yaz. Harası boş qaldı? Önü boş qaldı. Bu boş qalan hissəyə də sifət, zərf yazıram. Yəni, hər hansı bir şey unutsam ki, inafın hansı hissəsinə, önünə mi, sonuna mı yazım? Tez təyinizlər dərsini yada salıram. Təyinizlərin ismi harasına qoyuram? Sağına. İstəyir men olsun, maç olsun, fi olsun, nə bilim, bayaq nümunə çəkdiyimiz this, that, this, those, a lot of, lots of, plenty of, some, bütün hamısını harasına qoyduq? Sağ hissəsinə. Deməli, inafın da sağ hissəsində, yəni inafdan sonra isim yazacağım. Harası boş qaldı? Ön hissəsi. Sifət zərfi də oraya yazın. Harası boş qalırsa oraya yazın. Buyurun. Bu da sizə bir doğru yöntəm. Davam edirik. Aha. Görək bizim nəyimiz qaldı. Demək olar ki, bir yekunlaşmışıq. Çox az bir qism qalıb. Biraz səbr edək. 18-ci məsələ quiet məsələsidir. Sakit məsələ. Bir dənə fikir verin. 2 dənədir. Burada neynirlər? Yerini dəyişirlər baba. Bunu qabağa gətirirlər. T ilə olan bunu ora dəyişirlər. Təbii ki də yanlışdır. Sonu T ilə olan sakit deməkdir. Bu isə zərfdir. Ana dili qrammatikada biz deyirik ki, zərf feili təyin edir. Bəli. Amma ingilis dilində isə zərf sifəti də təyin edə bilir. Həm feili, həm sifəti. Fikir verin, bu bir zərfdir. Zərf sifəti təyin edir. Aydındır. Buna da diqqətlə fikir verin. Yoldaşlar, bircə dəqiqə. Davam eləyək. Biraz da əvəzli hissəyə bir səyahət edək. Bunlar, bilirsiniz məsələ nə? Deyərsiniz ki, siz əvəzli nə qədər səyahət edəcəksiniz? Yoldaşlar, mən təyinizli testi yazanda, yəni sizə yalnız və yalnız təyinizdən düşəcək deyilən bir şey yoxdur. Testlər bir neçə qaydanı əhatə edir. Məsələn, təyinizli dərsidir, amma qarşıma azə çıxır, azərs çıxır. Ona görə mən də məcburam ki, sizə testlərdə nə verirsə, o formatda izah edeyim. Deyək ki, others və the others başqaları digər deməkdir. Bəs bu hissədə mən nəyi yadda saxlamalıyam? Nəyi əzbərləməliyəm? Baxın, əzbərləyin. İsimlə işlədilmir. Bunun can alıcı məqamı budur. Others və the others. İmində sonlarına fikir verin. S artırılıbsa, others və the others'dan sonra heç vaxt isim işlədilə bilmir. İstisnası varmı? Bir dəqiqə bunu silək. Deməli, fikir verdik nəyə? İstisnası varmı? Yox, təbii ki də. Others questions were given during the process conference. Nə oldu? Səhv. Yanlışdır, belə bir istisna yoxdur yəni. Sonra gəldim hansı hissəyə? S məsələsinə. Əslində, bu üçünü mən bir yerdə demək istəyirəm. Həmişə bir yerdə izah edəndə deyirəm. Others, the others. Və ardıca da dərhal else yazmışam. Ki, bunlar bərabər kompozisiya kimi geçsin və beynimizdə mütləq elə qalsın. Else, others, the others. Else, others, the others. Mütləq özlərindən sonra isim işlədilmir. Else, others, the others. Hər dəfə verdiyiniz suallardandır. İsim işlədilməz. Bu qədər sadə. Oy, üzr istəyirəm. Bu nə deməkdir? Bu o deməkdir ki, təyin edici dərsinin daha bir qaydanın sonuna gəldi. Yenə də ənənəvi olaraq deyirəm, maksimum dərəcədə bəyənək paylaşaq ki, digər yoldaşlarımız qaydadan bəhrələnə bilsinlər. Bir daha xatırlatma eləyim, hər bir qayda izah olunduqdan sonra onun testləri izah olunur. Videoya paralel baxmağınız sizin üçün daha uyğundur. Hər kəsə uğurlar.